Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi ailələrdə övladlar arasında fərq qoyulur. Bir övlad ali təhsilinə, inkişafına, hər hansı bir növ müsbət tərəfinə yönəldici dəstəklər olur. Digər övlad qalır bir kənarda. Və nəticə etibarı ilə də həmən dəstək olunmayan və ailədən qismən soruşsan da, yox, övladlar arasında fərq yoxdur. Oğul, qız kimi şüarlar səslənsə də, daima həmin övlad fərqi görəndə istəmsizcə kin, nifrət, həmən valideynə qarşı vecsizlik yaranır. Və bu da nəticə etibarı ilə o övladın zamanla ailədən uzaqlaşmasına bir növ başını götürüb ya şəhər daxili bir yerə, ya da ki, ölkə xaricində çıxıb getməsinə səbəb olur. Və bir daha nə itirib axtarmaz. Bir növ bu hissi nəyə bənzəyir? İnsanın vecsizləşməsinin ən böyük səbəbi ailəsindən gələn travmadır və həmçinin bənzətmə olaraq da onu deyə bilərik ki, o sanki bəhrə verilməyən ağacdan bar gözləmək bənzəyir. Bir də görsən, həmin ailə sıfır belə dəstək olmayıb. Ancaq valideynsən, yəni müəyyən yaşa qədər, təbii ki, 18, 19, 20-dən sonra sənin borcun deyil. Düzdür. Yəni, ən azından dəstək olmaq lazımdır. Çünki yaşanılan ölkənin vəziyyətini hər kəs məlumdur. İş tapılmasını və iş tapıla bilməməsini. Bəzən heç bir sıfırda dəstək olmur. Gəlib övladdan gözləyir. Falan işin niyə alınmadı, o işin niyə alınmadı. Sən Almaniyada, Norveçdə, İspaniyada, hər hansı bir Avropa ölkəsində yaşamırsan. Bitən kimi gedib hər hansı bir imtahan verib işə keçəsən. Adı reallıq. Və nəticə etibarı ilə də həmin övlad öz başına, öz gücünü toparladısa, o ailəyə bir daha ehtiyacı yoxdur. Və nəticədə düşüncə tərzinə hətta elə bir həddə gəlib çata bilər ki, mən səni sildim və ya mən sizi sildim. Çünki valideyn olaraq bir dəfə də gəlib soruşmamısan, bir dəfə də gəlib təkan verməmsən. Niyə? Nədir bu düşmənçilik? Nədir bu vecsizlik? O övladla bu övlad arasında fərqi nədir? İstəmirdinsə, bu da dünyaya gəlməzdir onda. Belə pis çıxsa da bir şablon ifadə var. Əkib doğmaq. Əkdim, qutardı bundan da. Doğdun sən, bu da qutardı. Bundan iş bitmir. Avropa ölkəsində olsaydı 18, 19, 20-dən sonra universiteti bitirdi, getdi, hər hansı bir yeri imtahan verdi, keçdi. 100%1 elə bir sistem formalaşıb ki, burada mümkün olmayar. Acı reallıqdır. Onsuz bunu hər kəs bilir. Bilməyən insan, yəni bunu dana bilməz ki, yox. Ola bilər, savadla da ola bilər, amma bu dərəcədə yox. Ən azından 80-90% məlum məsələdir. İmtahanı keçirsən, təcrübə istəyirlər. Təbii ki, müəyyən detallarda bəzi dövlət müəssisələrinin könüllü təcrübələri götürülür. Amma əksər yerlərdə sırf rəsmi təcrübə istənir. Bu, indi bitirib universiteti, haradan təcrübəsi olsun? Ən azından götürürəsən ki, bunu təcrübə formalaşsın ya da inkişaf irəli geçsin. Müəyyən şəkildə heç vaxt övladlar arasında fərq qoymaq olmaz. Ən azından bacarılan qədər təkan verilməlidir ki, səhər o sizə qarşı dəstək olsun, köstək yox. Çünki insan elə bir formalaşmış bir varlıqdır ki, daimi olaraq müsbət versin müsbət, mənfi versin mənfi alacaqsın. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud fikirləriniz olduğu təqdirdə görüşə bilərsiniz.